Hər dəfə bu məkana gəldikdə beynimizə bir rahatlıq, bir huzur çökür. Müqəddəslərimizin uyuduğu bu məkan qürur və huzur hissinin birləşdiyi bir məkandır. Müharibə sözü özündə qan-qada ehtiva etsə də, əvvəlinə artırılan vətən sözü onun mənasını dəyişir. Bəxtimizə düşən mənfur qonşularımız torpaq iddiası ilə ərazilərimizi zəbt etməyə başladıqda, Azərbaycan oğulları ana vətənin müdafiəsinə qalxdı və bu yolda cismani yoxluğu özünün müqəddəs şərəf borcu hesab etdi. Belə qəhrəmanlardan biri idi Faiq. 1-ci Qarabağ müharibəsi şəhidi Faiq Rızayevin əziz xatirəsini anmaq üçün bugün toplaşmışıq. Bugün Faiq Rızayevin doğum günüdür. Yaşasaydı, dostları ilə birlikdə 50 yaşını qeyd edəcəkdi. Faiq Rızayevlə 1990-cı il may ayında eyni çağrısı olmuşuq, bir bölükdə olmuşuq onunla. Yəni Faiq Rızayev öz mərdliyinə, cəsarətindən hamıdan seçilirdi. Allah qəni-qəni rəhmət eləsin. Yəni istədiyi də elə şəhidlik zirvəsi idi, o zirvəyə də qovuşdu. Füzulidən başlayıb döyüş yolumuz. Yəni onun bir arzusu var idi, elə torpaqlarımız işğaldan azad olunsun. O da cənab prezidentimiz sağ olsun, bu ali başkomandanımız. Onun sayəsində bugünkü gün bu torpaqlarımıza gedirik, gəldik. Yəni azad olundu. Sağ olsunlar, yenə də bir daha mən indi o minnətdarlığımı bildirirəm onlara da. Faiqin o qəhrəmanlığını nəzərə alaraq 150 saylı orta məktəbi onun adına veriblər. Yəni biz çox sevindik. Faiq Rızayev 1975-ci il may ayının 13-də Bakıda anadan olmuşdu. Daxili qoşunların en saylı hərbi hissəsini qulluq edən Faiq 1994-cü il fevral ayından Horadizdə dəfələrlə uğurlu əməliyyatlarda iştirak etmişdi. O, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. İntiqamı alınmasa şəhidlərin. Döyüşdən təzə qayıtmışdım. Az müddətdə bir yer döyüşdə olmuşuq. Bir yerdə, bir bölükdə. Mən bölük komandanın müavini idim. Rəhmətlik də eyni batalyonda, eyni taborda başqa bir bölüyə pirovod aldı. Yəni bilməm o səbəbinin olduğunu olmadı. Yəni az müddətdə tanımışam. Ancaq hər bir əskərimin, bir komandir kimi borcum olur ki, hər bir əskərimin döyüş haqqında mən bilirəm. Rəhmətlik də yaxşı döyüşlərdən, kollektiv arasında qəşəng, yaxşı avtoritet, yaxşı belə deyək də, qanacaq mərifətinə görə, qabiliyyətinə görə yaxşı açıqardan əskərlərdən biri olmuşdu. Bugün mənim çətindir bunun haqqında danışmaq, tək bunun haqqında yox, Faiq haqqında yox. Ümumiyyətlə döyüş haqqında, şəhidlər haqqında. Əslində şəhidin həmişə işıqlıdır, ruhu qarşısında baş ərik hər birisinin. Şəhid məzarı, şəhid olan yer, mənim məsələn əskərlikdə olanlar, daxili qoşunlar bütün hamısı yadımıza salar, tanıyır. 9 milli qəhrəmanımızdan biri sağdır. Məmmədov Sahir Ələmdaroğlu. Qalan o 8 nəfərdən ikisi bizim bölükdə, eyni hərbi hissədə qulluq eləmişik, orada da qulluq eləmişik və onlardan biri mənim yuxuma girib. Yahya Velşad Məmməd Hənifoğlu. Görmüşəm, məsələn, hər hanı bir işığın mənbəyi olur, ancaq şəhidlər elə yerdədir, yuxuma elə girib. Şəhidlər elə yerdədir ki, o işığın mənbəyi yoxdur. Hər yanı yanır, günəş kimi, günəş şüası kimi, o elə bir projektor şüası kimi. Çətinliklə olsa mən onun yanına düşürəm, əlini çiynimə vurur, əlimi xeyriyə uzadım. Elə bir hündür, əzəmətli bir kişi, mən də onun yanında bir balaca birinci sinifə getmiş bir uşaq kimi. Əlini çiynimə vurur, deyir, bəs bizim namusumuz, qeyrətimiz, bəs torpağımız. Yəni, hər bir şəhidin mənim ürəyimdə böyük rolu var. Azərbaycan xalqının bu günə çatmasında, bu gün Azərbaycan xalqımızın, hər birimizin, anaların başının ucaq olmağı, Şuşa kimi bir şəhərimiz, Respublikamızın tacı sayılan, baş tacı sayılan, olmasa qız balamız sayılan Şuşanın alınması, bütün torpaqlarımız azad olunması şəhidlərimizin çiynindədir. Allah hər birisine rəhmət eləsin. Yurd əmanəti, əskər, ocaq əmanəti, od əmanəti. Amma o həmişəlik 19 yaşında qaldı.
olsa şehitlerin geri dönme. Şəhid Faiq Rızayevin oxuduğu məktəbdə hal-hazırda yubiley gecəsi keçirilir. Öz ömrünü vətənin ömrünə calayan şəhidimizin adını daşıdığı məktəbdə də onun xatirəsi böyük ehtiramla anıldı. Analar üçün övladları hər zaman uşaq yaşda qalır. Sizcə nə dərəcədə düzgündür bu? Əldə də qalır. Həmişə uşaq kimi qalıb mənim nəzərimdə. Danışa bilmirəm, Quran haqqı danışa bilmirəm. Ocaq emaneti, od emaneti, əskər, vətən emaneti, yurd emaneti. Şəhidimizin doğum günü ilə bağlı düzənlənmiş tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edirdi. Məktəb şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladığı müxtəlif kompozisiyalar isə tədbirə xüsusi rəng qatırdı. Mehriban Sadıqova, Tunarə Hüseynli, Nizami Cənnətov.